bizim qəlbimiz, bilirsiniz necə bir haldır. Qışda ağaclara baxırsan, görürsən ki, solğundur, budağında yarpaqlar yoxdur. Ağac dilə gələ bilər, deyə bilər ki, mənim içimdə bilirsən nələr var, mən nə meyvələr üzə çıxarda bilərəm. Bilməyən adam deyər ki, sən qupquru taxta parçasısan. Deyir, sən mənə bahar gətir, bir dənə bahar mühiti yaransın, gör mənim içimdə nələr var. İnsan eynən belə bir şeydir, belə bir varlıq. İnsan baxırsan qurudu, içində o qədər gözəl istəklər var ki, mühit münasib olsa, mühit, ictimai mühiti demirəm ha, ictimai mühitin də təsiri var, amma önəmli ictimai mühit deyil. Mühit, yəni qəlbə lazım olan mühiti gətirə bilsən, görsən başlayır çiçəklənməyə. Uyğun mühit qəlb üçün nədir? Mehribanlıq, mərhəmət. Qəlbin baharı sevgi və mehribanlıqdır. Elə ki, sevgini hiss elədi, başlayır çiçəklənməyə. Ona görə dinimiz deyir ki, bir-birinizə mehribanlıq göstərin və bir-birinizə sevginizi ifadə eləyin, bir-birinizə təbəssüm eləyin, qəlbləri çiçəkləndirir. Qəlbin içində nələr var, onları üzə çatmaq üçün mehriban mühit formalaşmalıdır, mehribançılıq, mərhəmət hissi olmalıdır.